Salam əziz izləyicilər, hər biriniz kanalıma xoş gəldiniz. Bugün evdə hazır lavaşdan ıspanaqlı börək hazırlayacağım. Börək sosunu hazırlamaq üçün lazım olan ərzaqlar: 3 ədəd yumurta, 180 qram duru yağ, 300 qram qatıq, 2 qabartma, 2 xörək qaşığı da sirkə. Bunları əlavə edib qarışdırırıq. İçlik üçün 3 ədəd ıspanaq, 400 qram pendir, 400 qram da şor əlavə edib qarışdırırıq. Bizə lazım olacaq 10 ədəd 4 günc lavaş. Yağladığımız listə 1 ədəd lavaşı əlavə edib üzərini soslayırıq. Hər bir tərəfə eyni qaydada yayırıq. Bunu da qeyd edim ki, mən kənarlarını kəsmirəm, içərisinə əlavə edirəm. Bu qaydada 3 dənə lavaşı soslayıb üst-üstə yığırıq, içərisinə içlik tökürük. Yenə eyni qaydada 3 ədəd lavaşı üst-üstə yığırıq və yenə soslayırıq. Bu axıra kimi belə davam edir. Burada mən 1 ədəd lavaşda istifadə elədim. Nəticədə mən 11 ədəd lavaşdan hazırladım bu börəyi. İstəsəz 10 ədəddən də hazırlaya bilərsiniz. Kənarların bıçaq vasitəsilə içəri əlavə edirəm bu qaydada. Eynən bu qaydada siz də edin ki, içiklər dağılmasın bişərkən.
Üzərini dörtkünc formasında doğrayırıq. Üzərinə qalan sosu da əlavə edib yayılır hər tərəfinə. Üzərinə çörək otu və küncüt əlavə edilir. 180 dərəcə sobada 20 dəqiqə bişirilir. Bəh, görün necə də gözəl alınıb bizim börəyimiz. Nar gibi qızarıb üzəri. Qeyd edim ki, iyi evi bürüyüb. Bəh, ləzzət. Yeyən bir daha istəyir bu börəyi sizdən. Hazırlanması ilə bitməsi bir olan bu börəyi siz də hazırlamalısınız mütləq. Börəkləri isti-isti kəsirik üzərlərinə ki, qəşəng alınsın. Soyuyanda kəsmək bir o qədər də çətindir. Börəkləri doğradıktan sonra üzərini örtüb 20 dəqiqə kimi dinləndirdik. 20 dəqiqə dinləndirdikdən sonra nuş edə bilərsiniz. Görün necə də gözəldir. Bəh, burada da göstərirəm sizə. İçərisi möhtəşəm. Heyran qalacaqsınız bu ləzzətə. Burada da bir ədədini götürürəm, sizlərlə içərisini bölüşürəm. Görün necə də gözəldir. Dəyərli izləyicilərim, bura qədər videomu izlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Umarım sizin üçün sıxıcı bir video olmadı. Yeni reseptlər üçün kanalıma abunə olub, like edib, fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın. Yeni reseptlərdə görüşənədək hələlik.